Bismillahirrahmanirrahim. Hər birinizi salamlayıram əziz dostlar. Hər birinizi bu dərsimizdə də xoş gördük. Bilirsiniz ki, Allahın izni ilə biz müqəddəs Qurani-Kərimi ərəbcədən təcvidlə oxunuşu mövzusunda dərslərimizə başlamışıq. Bu dərsimiz artıq Allaha həmd olsun ki, 6-cı dərsdir və dedik ki, dərslərimizdə biz Qurani-Kərimi düzgün şəkildə oxumağı öyrənməklə bağlı bəzi mövzuları izah eləyəcəyik. Birinci mövzumuz hərflər mövzusu idi ki, 5 dərsdə bu mövzunu yekunlaşdırdıq və hər birinizə də xüsusi şəkildə tapşırırıq ki, hərflər mövzusunu, hərflər dərslərini təkrar izləyəsiz və o mövzu hər formada beyninizdə həkk olsun, tez-tez yazmağa cəhd göstərin, yazı vasitəsilə öyrənməyə cəhd göstərin ki, hərflər mövzusu çox vacibdir. Əsas məsələ də hərflərdir. Hərfləri bilmədikdə, qalan nə qədər şey bilsək belə, hərfləri bilməsək biz Qurani-Kərimi düzgün şəkildə oxuya bilmərik. İndi isə biz hərflər mövzusunu yekunlaşdırmışdıq və keçirik Qurani-Kərimi oxumaqda növbəti aparıcı mövzulardan birinə, hərəkələr mövzusuna. Hərəkələr nədir? Hərəkələr qısa sait səslərdir. Nəyə görə qısa? Uzun sait səslər də varmı? Bunu inşallah gələn dərslərimizdə qeyd eləyərik. Deməli, ərəb əlifbasında biz bir neçə hərf keçdik. Bu hərflər 28 dənə hərf, diqqət çəkdisə əgər, hamısı samit səslərdir. Ərəb əlifbasında yalnız samit səslərin hərfi olaraq işarəsi var. Bəs sait səslər necə? Sait səslərin isə müəyyən şərti işarələrlə göstərilir və biz bu şərti işarələrə hərəkələr deyirik. Hərəkələr nədir? İlk öncə biz ərəb dilində bir kəlmə yazaq. Misal üçün, baxın, biz bu kəlmədə yer alan hərfləri bilirik. Kəf, tə və bə hərfləri. Yaxşı, bəs biz bunu oxuyarkən necə oxuyacağıq? Birinci qaydamız bundan ibarətdir ki, ərəb əlifbası sağdan sola yazılır və oxunur. Bizim əlifbamızdan fərqli olaraq. İndi biz bunun bir-bir hərflərini həm yazı olaraq da istifadə eləyək. Adlarını yazaq. Birincisi oldu kəf hərfi. İkincisi oldu deməli tə hərfi. Üçüncüsü də oldu bə hərfi. Yaxşı, bunu biz bildik. Bəs bunu oxuyarkən kəlmə olaraq necə oxuyacağıq? Kəf, tə, bə, xeyr. Bunu oxuyarkən, bu oxunuşla biz heç bir məna əldə edə bilmərik. Bunu oxuyarkən biz hərəkələrdən istifadə edirik. Hərəkələr veririk ki, bu kəlməni oxumaq rahat olsun. Bir dənə də kəlmə yazaq və hərəkələri öyrəndikdən sonra tam şəkildə bu kəlmələr əsasında nümunələrimizi göstərək. Bu kəlmədə də yer alan sözlərin mənasını, sözləri bilirik. İndi isə hərfin adlarını da yazaq. Deməli, bu hərf bildiyimiz kimi həm d, həm də z səsinin qarışımıdır. İnşallah bunu hərflərin məxrəcləri adlı gələcək dərslərimizdə izah eləyərik. Tələffüz edərkən çalışın qalın formada tələffüz edəsiniz. D ilə z bir qədər qarışsın.
vad kimi tələffüz olunsun. Deməli, vad hərfi, sonra ra hərfi, sonra b hərfi. Bunu da oxuyarkən vad, ra, b kimi oxumuruq. Müəyyən hərəkələrdən istifadə edirik ki, oxunuş bir məna tapsın. İndi isə gələk hərəkələr mövzusuna. Deməli, əzizlər, ərəb əlifbasında 3 dənə hərəkə var. İndi isə bir-bir onların adlarını yazaq, onlar barədə qaydaları izah eləyək. Birinci hərəkəmiz oldu. Bismillah. Birinci hərəkəmizin adı fəthədir. Fəthə. İndi təsəvvür edin, mən bura bir xətt çəkirəm. Sanki bu bir hərfdir. Baxın, belə bir xətt çəkdik. Bu, elə bir ki, bir hərfdir. Fəthə hərəkəsi hərfin üzərində diaqonal formada bu cür yazılır. Balaca, diaqonal bir xətt kimi hərfin üzərində yazılır və bəzi hərflərdə ə, bəzi hərflərdə isə a səsini verir. İndi hansı hərflərdə ə, hansı hərflərdə a, onu gələcək dərslərimizdə izah edərik. Deməli, birinci hərəkəmiz oldu fəthə. Hərfin üzərində göstərdiyimiz bu formada yazılır. Ə və a səslərini verir. Fəthə sözünün mənası açmaq deməkdir. Fəth eləmək sözündən götürülüb. Fəthəni tələffüz edərkən ağız açıldığına görə bu hərəkəyə bu adı veriblər. Və hətta Qurani Kərimin ilk surəsi də Fatihə surəsi adlanır. Həmin surədə də eynilə kitabı açan surə, Fatihətul Kitab deyirlər. Kitabı açan surə olduğuna görə kitabın, yəni Qurani Kərimin əvvəlində birinci surəsi olaraq verilib. Fəthə hərəkəsi bu. İndi isə bir hərf yazaq və o hərfin üzərində də göstərək. Misal üçün, sin hərfi. Bir dənə də hərf yazaq. Bu oldu sin hərfi. Deməli, bir dənə də olsun, misal üçün, mim hərfi. Bir dənə də yazaq, elə qoy hər birində. 3 dənə hərfləri rahat şəkildə yoxlayaq. Misal üçün, fə hərfi. Deməli, fəthə hərəkəsi dedik, necə yazılır? Hərfin üzərində kiçik, diaqonal bir xətt kimi. Və kiçik, balaca, yəni böyük, uzun formada yazmaq da olmaz. Yaxşı, bəs biz bunu necə tələffüz edirik? İndi hərfin adını yazaq bir daha və sizə də rahat şəkildə izah eləyək. Və bu hərfin adı necə oldu? Sin. İndi biz bunu dedik ki, fəthə, ə və a səsi verir. İndi sində ə səsi verir. Biz bunu oxuyarkən sin, ə və yaxud da sinə kimi oxuyuruq. Xeyr. Hər bir hərfin adının ilk hərfi, sin hərfinin ilk hərfi hansıdır? S. Mim hərfinin ilk hərfi hansıdır? M. Fə hərfinin ilk hərfi hansıdır? F. Hər bir hərfin adının ilk hərfi var ha. Həmin hərfin səsidir. Sin hərfinin səsi S-dır, mim hərfinin səsi M-dır, fə hərfinin səsi F-dır və bu minvalla davam edir. Və hərəkəni də oxuyarkən səslə bərabər oxuyuruq. Yəni, sin hərfini fəthə ilə oxuyuruq, sə. Mim hərfini fəthə ilə oxuyuruq, mə. Fə hərfini fəthə ilə oxuyuruq, fə. Ümid edirəm ki, aydın oldu. Hər bir hərfin verdiyi səslə oxuyur. Yəni, sin hərfi fəthə ilə oldu, sə. Daha bunu sin, ə və yaxud da sinə, mim, ə, mimə kimi oxumuruq. Mim hərfinin səsi hansı səsdir? M səsi. Fəthə ilə olanda necə oxunur? Mə. Bu oldu, deməli, birinci hərəkəmiz fəthə.
İndi ikinci hərəkəni də yazaq. Deməli dedik ki, 3 dənə hərəkə var. Birincisi fəthədir, ikincisi kəsrə. İkincisi oldu kəsrə. Kəsrənin yenə bura bir xətt çəkirəm. Bunu bir hərf kimi təsəvvür edin. Sanki bu bir hərfdir. Kəsrənin yazılışı eyni ilə fəthə kimidir. Sadəcə bir fərq budur ki, kəsrə hərfin altında yerləşir. Eyni ilə fəthə kimi yazılır, diaqonal, qısa, amma hərfin altında. Və yenə biz 3 dənə hərf yazaq. Misal üçün. Bir də kəsrə hansı səsi verir? İ səsi. Bizim əlifbamızda da olan fəthə ə və a səslərini verir fərqli hallarda. Kəsrə isə bütün hallarda i səsini verir. Kəsrəni də hərflərin üzərində yoxlayaq. Misal üçün yazıram bura ləm hərfini, sonra nun hərfini, sonra da tə hərfini. İndi bunların hər birinə bir kəsrə əlavə eləyək. Kəsrə dedik ki, hərfin altında yazılır, diaqonal bir xətt formasında, balaca bir xətt və i səsini verir. İndi isə hərflərlə bir-bir oxuyaq. Deməli, bu oldu ləm, nun və tə. İndi biz kəsrəni oxuyarkən ləm, i, nun, i, tə, i kimi oxuyuruq. Xeyr. Yenə bu hərflərin hər birinin səsi ilə oxuyuruq. Ləm hərfinin səsi l-dır. Kəsrəni də, yəni i-ni də l-dan sonra oxuyuruq li. Nun hərfin özü kəsrə ilə oxunanda ni. Tə hərfin özü kəsrə ilə oxunanda ti və bütün hərflərdə bu qayda ilə davam eləyir. Bu da bizim oldu ikinci hərəkəmiz. İndi isə üçüncü və sonuncu hərəkəni də nəzərinizə çatdıraq. Deməli, bizim üçüncü hərəkəmiz oldu vammə. Üçüncü hərəkəmiz oldu vammə. Vammə hərəkəsindəki birinci hərf ərəb əlifbasındakı vad hərfi ilə yazıldığı üçün nə tam dammə deyilmir. Amma çalışaq ki, bir qədər d-z qarışığı səsləndək. Misal üçün, bu hərəkəyə bəzən zəmmə deyirlər. Amma yaxşı olar ki, necə ki, hərflər ki yazdıq əvvəlki dərslərimizdə, onları necə yazılan adları ilə necə yazmışıqsa, o cürə tələffüz eləmək vacibdir. Çalışaq ki, hərəkələri də həmin qayda ilə tələffüz eləyək. Və vamməni də göstərək. Yenə bir xətt, sanki bu bir hərfdir. Və vammə vav hərfi kimi yazılır, amma hərfin üstündə və kiçik. Baxın, bu qayda ilə. Deməli, fəthə ilə vammə hərfin üzərində yazılır. Kəsrə isə hərfin altında yazılır. Dammə necə oldu? Vav hərfi kimi və kiçik. İndi bir neçə dənə yenə 3 dənə hərf yazaq. Deməli, misal üçün kəf hərfi, sonra zəy hərfi və misal üçün yə hərfi. Və yenə vammə hərəkəsini də üstündə yazaq.
və çalışın ki, biz hansı formada ki yazırıq ha, mütləq şəkildə siz də yazanda, hansı ki tapşırıqlarımızdan biri də yazmaqdır, həmin formada yazın. Misal üçün hərfi tutaq ki, elə bu boyda, hərəkəni də hərfin özü boyda yazmaq və ya hərəkəni görünməyəcək dərəcədə kiçik yazmaq, hərfin özündən böyük yazmaq, hərfdən çox yuxarıda yazmaq və ya aşağı kəsrədirsə çox aşağıda yazmaq. Bunlar yazılışda bəyənilməyən formalardır. Təbii ki, bəyənilməyən olması ilə bərabər həm də düzgün də deyil. Çalışın ki, biz necə yazırıqsa, o cürdə siz də yazasınız. Deməli, bu oldu kəf hərfi. Dammə ilə oxunanda olur ku. Bu oldu zəy hərfi. Dammə ilə oxunanda oldu zu. Bu da oldu yə hərfi. Yenə dammə ilə oxunanda oldu yu. Aydın məsələdir ki, yenə hərfin adı ilə yox, səsi ilə oxuyuruq. Misal üçün yə, u və yaxud da zəy, u deyə yox, hərfin səsi ilə. Zu, yu, ku, bu, tu və s. İndi isə deməli dərsin əvvəlində yazdığımız 2 dənə kəlmə ki var idi. Bunları indi yenidən yazaq və yenidən hərəkələrlə oxuyaq. Bu dəfə oxumaq rahat olsun. Deməli kəf, tə və bə. Və vad, ra və bə. Deməli, kəf, tə, bə. Biz buna deməli hərəkələr artıraraq oxusaq, misal üçün hər birinə fəthə artıranda artıq oxuya bilirik. Birinci yazılışda hərflərin adlarını oxuyurduq. İndi isə deməli kəf fəthə ilə tə, tə fəthə ilə yenə tə, bə fəthə ilə bə. Kə, tə, bə. Yəni təbii ki, sağdan sola və bunu bir də yazaq. Bir dənə də bu dəfə hər birini fərqli hərəkələrlə yazaq, göstərək. Kəf dammə ilə ku, tə kəsrə ilə ti, bə fəthə ilə bə. Kutibə, kətəbə, kutibə. İndi isə yenə bu kəlməni də bu qayda ilə hərəkələyək. Vad dammə ilə bu, ra kəsrə ilə ri, bə fəthə ilə bə. Duribə, duribə, duribə. Və bir kəlmə də yazaq. Onu da hərəkələyək və bu dərsimizi də Allahın izni ilə yekunlaşdıraq. Zəl, daha doğrusu zəl, hə və bə hərfləri. İndi bunu da bu qayda ilə hərəkələyək. Hər birinə fəthə ilə rahat olsun. Deməli, zəl fəthə ilə zə, hə fəthə ilə hə və bə fəthə ilə bə. Zəhəbə. Daha zəl, hə, bə kimi yox, zəhəbə, duribə, kətəbə, kutibə. Və bu dərsimizin də tapşırığı nədən ibarət oldu? Bu dərsimizin də tapşırığı ondan ibarət oldu ki, indiyə qədər keçdiyimiz 28 dənə hərf ki var, onların hər birini 3 dəfə yazıb, 3 hərəkənin 3-ünü də istifadə eləyib ayrı-ayrılıqda oxumaq. Misal üçün əlif hərfini, bunu da qeyd edeyim, əlif hərfi səsi yoxdur. Bunu burada qıraqda qeyd edeyim. Baxın, əlif hərfinin
əlif hərfinə fəthə əlavə eləsən, fəthə ilə oxuyursan ə. Kəsrə əlavə eləsən, kəsrə ilə oxuyursan i. Dammə əlavə eləsən, dammə ilə oxuyursan u. Bir əlif hərfidir, bir də ayn hərfidir ki, bu göstərdiyimiz qaydada tilavət olunur. Ayn hərfini də elə yazaq yanına və onu da izah eləyək. Deməli, bu oldu ayn hərfi. Fəthə ilə oldu rə, kəsrə ilə oldu ri və dammə ilə oldu ru. Yenə ayn hərfinin qaydası bundan ibarətdir ki, tələffüz edilərkən boğazın orta hissəsi sıxılır. Bunu bir ayn hərfidir, bir də dad hərfidir ki, xüsusilə tələffüzlərini deyirəm ki, tələffüz qaydalarını ki, indidən özünüzü mütləq şəkildə öyrəşdirəsiniz ki, bu hərfləri düzgün şəkildə tələffüz eləyə biləsiniz. Və mən ki, indi bu qaydada yazdım 3 hərəkənin üçü də bir hərfdə, siz belə yazmayın. Mən indi həm vaxt, həm də yer tutması səbəbinə görə belə elədim. Siz hər hərfi 3 dənə və 3 dənə hərəkə ilə hərəsində ayrı-ayrılıqla yazın və hər birində hərəkələrlə tilavət eləyin ki, sizdə bir potensial yaransın buna qarşı. Buna uyğun bir potensialınız yaransın ki, gələcək dərslərimizdə çətinlik çəkməyəsiniz. Bu dərsimiz də bura qədər əziz dostlar. Gələn dərsimizə qədər sağ olun, salamat qalın.